Məşhur sual var. WhatsApp-ımızı oxuyurlar. Onun üçün nəsə çox yaxşı şeylər var. Birinci olaraq telefonumuzu masadan uzaqlaşdırın. Metaya keçid planı qərarlı idi, yoxsa Biz ancaq oxumağı öyrədiriksə, yəni sən necə oxumalısan onu öyrədirik. Sən Meta kimi şirkətlər ən çox nəyə baxır? Təcrübəyə, düşünmə tərzinə, yoxsa problem həll etməyə? Mən onu yazdım CV-dəki. Bakı Dövlət Komitə elmləri və ikinci sətirdə Azərbaycan ikinciliyi. Ayağı düşərsə gedəsən bir Mənə 4 gün vaxt versəz, mən SQL-i öyrənəcəm. Sənin ilk işin hansı şirkətdə oldu? Tam əminliklə deyə bilərəm ki, WhatsApp-ın encryption layeri Telegramdan daha yüksəkdir. Bizdə bir mesaj göndərilir WhatsApp-da. Salam, necəsən? Nə baş verir arxada? Çünki belə deyirsən, özümə pis gəlir, fikirləşirəm ki, mən niyə belə eləmirəm? Mesaj silinir, amma orada yazılır ki, mesaj silindi. Bunun nə mənası olduğunu bilmirəm. Uber-də app açanda sizə birinci rəqəm göstərilir. Düzdürsə, ən yaxın taksi sizə nə qədər məsafədə. O rəqəmi biz göstəririk. Necə bir hissdir? WhatsApp-da sənin o toxunduğun o hər hansı bir kod bu qədər insanın qarşısına çıxır. Xaricə getmək, öyrənmək, əslində öyrənmək kimi çox yaxşı üsuldur. Telegramın source kodlarından nə qədər istifadə etmisiniz? Salam dostlar, mən Mustafa Mustafayev. Bu gün çox maraqlı bir podkastımız olacaq və maraqlı bir qonağımız var. Meta şirkətində tech lead vəzifəsində işləyən Sabir Əlizadədir. Xoş gəldin Sabir. Salam Mustafa, çox sağ ol dəvətin üçün. Necəsən? Necə gedir işlərin? Şükür, yaxşı. Baxmayaraq ki, bir neçə saat əvvəl gəlmişəm, amma yaxşıdır. Bəli dostlar, Sabir təyyarədən düşən kimi mən gətirdim ki, bizim də podkast seksiyasının öz faydalı məlumatlarını bizimlə bölüşsün. Sabir, mən səni tanısam da səni tanımayan insanlar var. İstərdim ki, Sabir Əlizadə kimdir? Onun haqqında biraz özün haqqında bizə məlumat verəsən. Təbii. Mən dediyim kimi Meta şirkətində çalışıram. Uzun illərdir, təxminən 10 ildən çoxdur ki, kompüter mühəndisiyəm. İlk öncə təhsilimi Computer Science-də almışam Bakı Dövlət Universitetində. Sonradan AZ-də MBA etdikdən sonra Almaniyaya köçdüm. Almaniyada magistraturanı bitirdim. Və ondan sonra artıq Almaniyada işləməyə başladım. Birinci Uber, sonra Meta, hamısında da demək olar, yəni öz sahəmdə daha çox belə infrastruktur proyektlərində olmuşam. Və belə qısa desə bu. Səndə ilk dəfə mühəndis olacağam fikri necə yarandı? Uşaqlıqdan var idi, yoxsa sənin düşdüyün mühitlər? Məktəbdə oxuyanda əslində riyaziyyata çox həvəsim var idi və çox yaxşı alınırdı riyaziyyat. Yəni öz hiss elədiyim qədərilə, yəni daha belə mənə maraqlı idim də. Ondan sonra mənim xalam oğlu, o da məndən 5 yaş böyükdür və proqramlaşdırma sahəsindədir. O məni çox belə həvəsləndirdi ki, yəni məsələn bunu bura tətbiq eləyə bilərsən. Bunun belə use case-i var. Və ondan sonra götürdüm, baxdım ki, okey, çox maraqlıdır. Onun gördüyü işlər çox maraqlıdır və onda məktəbimi dəyişdim. Fizika riyaziyyat, informatika təmayüllü liseyə keçdim. Və o dəyişiklik əslində demək olar hər şey orada başladı. Həm müəllim heyəti ilə tanışlıq, onların daha çox belə məni informatika olimpiadalarına tanış elədilər. Elə ilk illərdə məni Ramil müəllim var idi. Bu bizi ayrıca qrup şəklində olimpiadalara hazırlayırdı uşaqları Azərbaycandan kənarda və çox maraqlı idi. Məsələn, oradakı uşaqlarla danışanda gördüm ki, informatika sahəsində fərqli bir levela bilikləri var. Və belə, və onlara qoşuldum, onlarla başladıq olimpiadalara hazırlaşmağa və hər il olimpiadalarda iştirak eləmək, və olimpiada məsələləri eləmək və belə marağım oradan demək olar yarandı. Ondan sonra artıq elə Bakı Dövlətə daxil olandan sonra komitə elmləri, elə ilk işimdə birinci kurs olimpiadalarla sonuncu dəfə iştirak elədim və bitirdim, ondan sonra artıq karyera. Belə baxıram, dolu-dolu bir olimpiada günlər keçirmişsən, vaxtlar keçirmişsən. Alqoritm yarışlarını çox xoşlayıram. Əlavə olaraq riyaziyyat biliklərində üstünlükdür. Bəs sənin ilk işin hansı şirkətdə oldu? İlk işim CTI Group adında bir şirkəti idi. Biz bu ambar proyektləri yazırdıq. Yəqin ki, var, yoxdur o şirkət. Məncə var. Yəni komanda hələ də Connection-da komanda üzvlərindən var və ilk öyrəndim. Hətta yadımda qaldığı qədərilə o getdiyim proyektdə bir mühəndis mən idim. Mən də ona birinci kursdaydım və o da çox maraqlı intervyu olmuşdu. Məsələn, mən həmişə belə Sən birinci kursdan sən artıq intervyuya getmişdin. Yəni birinci kursda necə oldu? Mən birinci kursda olimpiadaya daxil oldum və orada deyəsən ikinciliyi götürdüm və oradan sonra bir CV hazırladım özümə. Bir dənə onu yazdım CV-dəki. Bakı Dövlət Komitə elmləri və ikinci sətirdə Azərbaycan ikinciliyi və onu sonra sadəcə bir şirkətə göndərdim. Şirkətdən mənə geri dönüş gəldi ki, gəl yenə intervyu eləyək. İntervyuya çatdıq, sual indi də yadımdakı şey soruşdular. Dedi ki, SQL bizə bütün ambarın məlumatı hamısı SQL-dadır və bizə lazımdır ki, sən elə bir produkt yarasan ki, həmin produkt oradan sadəcə məlumatları ekrana verə bilsin. Belə bir şey lazımdır. Mən də dedim ki, mən yaza bilirəm kod tərəfini yazan, amma mən database-də işləməmişəm deyə mən SQL bilmirəm.
Hə dedi ki, onda bizə uyğun deyil. Mən dedim ki, mənə 4 gün vaxt versəz, mən SQL-i öyrənəcəm. İntervyu eləyən mühəndis çox yaxşı bir şey elədi. O da dedi ki, o zaman mən səni 4 gün gözləyəcəm. 4 gündən sonra bir dənə intervyu salırıq. Əgər gəlsən və mən onda Java-da yazırdım. Gəlginən SQL-dən bir imtahan verəcəksən, onu keç. Əgər SQL həqiqətən göstərsən ki, bir həftəyə sən 4 gün SQL biləcəksən, onu biz səni götürəcəyik. Elə oldu, getdim 4 gün gecə gündüz ancaq SQL oxurdum. Orada da W3 School var, veb-sayt, məşhur tutorial. Açdım, sonra başladım oxumağa. 4 gün öyrəndim, getdim, sonra o imtahanı keçdim, sağ olsunlar götürdülər. Və ondan sonra başladı artıq karyeram. Orada təxminən 8 ay işlədim. Ondan sonra deyəsən təxminən 4-ə yaxın fərqli şirkətlər. Ödənişlər yəqin ki azdır tələbəsən deyə. Fiksi ödənişlər. Amma ki, yəni o vaxta qədər deyir o heç nədənsə yaxşıdır. O vaxtın o vaxta uyğun və tələbəçiliyə uyğun əlbəttə ki, yaxşı idi. Yəni kifayət qədər özümü rahat hiss edirdim. Amma əlbəttə ki, sonradan bazarın tələbatını gördükdən sonra ki, okey, başqa layihələrə gedə bilərsən və bazar həqiqətən onda artıq tez-tez böyüməyə başlayırdı. Bu dediyim illər mənim ilk işə başladığım il 1-ci kursa 2010-cu il idi. İlk işim və ondan sonra bazar daha da böyüməyə başladı, daha yeni layihələr və beləliklə növbəti şirkətlərə getdim. Bəli dostlar, gəlir həyəcanlı yerə mənim də gözlədiyim. Metaya keçid planı qərarlı idi, yoxsa bir gün e-mail aldınız ki, yəni belə deyək, metaya qəbul olmusan. Bu yol necə oldu? Yol əslində çox uzun keçdi. Yəni məqsəd qoydun ki, metaya daxil olacağam, yoxsa necə? Mənim Big Tech-də işləmək üçün çox böyük həvəsim var idi. Yəni universitetdə oxuyanda çox istəyirdim Big Tech şirkətlərindən birində işləyim. Dəqiq meta olsun deyə bir şey deyildi. Və yadımdadır, hətta onun kinosu çıxmışdı o vaxtda 2013-cü, 12-ci illər idi. Kinoya baxan dedim ki, mən bu şirkətdə işləmək istəyərdim. Mən maraqlı gəlib belə kinosundan, bu ab havasından. Sonra elə oldu ki, xarici oxumaq istədim ki, artıq okey istəyirəm, amma birinci gedim təhsilimi yaxşılaşdırım. Çünki çox maraqlı idi mənə machine learning sahəsini öyrənmək, AI tərəfindən oxumaq və onu da burada universitetlərdə o kifayət qədər təhsil yox idi o sahədə. Və belə də oldu. Almaniyaya getdim. Çox xoş müəllim təhsil, yəni kifayət qədər məncə çox gözəl təhsil aldım. Yəni həqiqətən də həzz alırdım oxumaqdan. Yəni elədiyim researchdən çox maraqlı researchlər edirdik. Və oradan sonra artıq birinci kərimə keçid elədim, hansı ki sonra Uber tərəfindən acquire olundu. Biz elə bir Uberin eyni formasını Dubay üçün yazırdıq. MENA region üçün. Amma şirkət Uber-də doğrudur. Bəli. Sonra ki mən 6 ay sonra acquire olunduq və sonra bizi keçirdilər Uber-in komandası. Biz artıq Uber-in Maps komandasında çalışırdıq. Biz əslində eyni problemi həll eləmişdik bütün MENA regionu üçün. Və əslində problemini də qısa danışa bilərəm, yəni maraqlı varsa. Təbii ki. Bizdə problem o idi ki, bizim ümumiyyətlə bu Uber-də app açanda sizə birinci rəqəm göstərilir. Düzdür? Məsələn, ən yaxın taksi sizə nə qədər məsafədə. O rəqəmi biz göstəririk. Və ümumiyyətlə ride-hailing deyilən o biznes modelin bir əsas şeyi odur ki, mərkəzi oradadır ki, bu supply demand problem, yəni tələb təklifi idarə eləməlisən. Və bu tələb təklifin idarəsi də bir appdə yalnız o rəqəmdən asılıdır. Yəni o rəqəm demək olar sənin o anda taksi ilə gedib getməmə qərarına təsir edən ən böyük amildir. Və ona görə də o rəqəmi orada iki əsas problemlər nə idi? Bir, o rəqəmi çox dəqiqliklə göstərə bilmərik. Ən azından biz bilməliyik o rəqəm həqiqətən neçədir. Yəni sizə gələ biləcək realistik olaraq taksi neçə dəqiqə gələcək və əgər siz sifariş eləsəz, o taksi sizə nə qədər vaxta gələcək, onu dəqiq bilməliyik. Bilməkdə səbəb nədir? Çünki əgər biz onu dəqiq bilsək, biz artıq onu personalize eləyə bilərik. Yəni əgər Mustafa evdən taksi çağırdığı vaxt adətən 1 dəqiqə gec çıxırsa, çünki taksi ora gəlsə, siz 1 dəqiqə gözləsə, taksini biz itiririk. Taksi də istəmir işləmək. Ona görə biz sizə göstərdiyimiz rəqəmi 1 dəqiqə daha tez göstəririk ki, siz 1 dəqiqə gec çıxacaqsınız. O personalization həmin bizim o conversion rate-dir. Yəni mən də taksiyə deyirəm, biz 3 dəqiqə yazıb, niyə görə bu vaxt gəlməmsən? Yəni əslində o bütün hamısında alqoritmlər var. Yəni bizim machine learning alqoritmində həmin o rəqəmi təyin edən, yəni doğru rəqəm üzərində öz prediction-ını qoyan təxminən 200 yaxın parametr istifadə edirdi. Və orada hava, yağış və sizin indiyə qədərki olaraq məlumatlarınız hamısı rol oynayır. Və belə yəni çox maraqlı şeydir. Məsələn, orada ən böyük məncə uğurumuz o idi ki, Google-u öz bazarımızdan çıxartdıq. Çünki bizim ən böyük xərcimiz Google-da idi. Google Maps-ə demək olar milyonlar pul verirdi. Və elə bir ana gəldik çatdıq ki, biznes modeli profitable eləməli. Yəni biznes modeli net revenue-ya çıxmalıdır. Şirkət olaraq ancaq qazancı getməli. Çünki Uber-in özü də 2000 hətta IPO-dan sonra artıq qazancı getməyə başladı. Onda da biz belə bir şey elədik. Götürdük, bizdə OpenStreetMaps var, Tesla-da istifadə elədik, open source.
Bizim də çoxlu sürücülərimiz var. Biz bütün sürücülərimizə ping sistemi qoyduq, bütün hamısını izləmək və yəni problem sadə dildə desək nə idi? Məsələn, biz Avropada bir test eləyirik, görürük ki, sürücü getməlidir müəyyən ünvana. Normal göstərdiyimiz yoldan gedir. Biz eyni test elədik Pakistanda. Pakistanda elə idi ki, məsələn, biz göstəririk belə bir ki, yoldur. Görsən, bu elə bir dağdır. Dağın qırağı ilə getməlidir yolla, avtobandan gəlib sizi götürməlidir. Okay. Biz hesab ki, bu 5 dəqiqə vaxt çəkəcək. Okay. Amma orada tuk-tuk deyilən maşınlar var, 3 çəkərdir və bunlar bu dağın üstü ilə gəlirlər. Və aralarla gəlirlər, o cığırları var. Çox məntiqli, çox yaxşı üsuldur, amma ki bizdə bütün alqoritm ona görə çökürdü. Yəni o bazarda Uber ümumiyyətlə ona görə işləmirdi və biz onu anladıq ki, yəni bu bazarların culture olaraq bu insanın mindset fərqlidir. O adamlar üçün yoldan çox tez çatmaq önəmlidir deyə bəzən yolu kəsib fərqli olan gedirlər. Onda hər ölkə spesifik yanaşdınız? Hə, biz nə edirik? Biz belə bir dənə infrastrukturudur, navigation sistemi idi. Bütün əlimizdə olan taksiləri izləyirdik real time. Onların GPS-ini alırdıq. Orada fərqli alqoritmlər var. Bir növ GPS-i yola map elirdik və burada yol olmadığına görə götürürdük OpenStreetMap, hansı ki belə açıq qaynaqdır da. Açıq qaynaq üzərində GPS-lərinin düşməsini analiz edirdik. Okay, bu qədər GPS bir nöqtələr düşür və o nöqtələrin ən sıx olan yerini anlayırdıq ki, burada bir reqressiya var. Yəni burada elə bir təxmini bir yol var. Olmayan bir yerdə amma yol eləyiblər oranı və götürürdük onu real mapdə çəkirdik. Sonra onu götürürdük, real mapin üzərinə əlavə edirdik. Və məsələn bizim o həmin update-imizdən sonra həmin map artıq orada bir yol görürdü. Ona görə alqoritm artıq dəyişirdi. Alqoritm deyəndə ki, buradan bura gəlməlisən. Deyirdi ki, okay, buradan bura yol var və mən artıq 3 dəqiqə yox, 1 dəqiqə çatacağam. Və belə eləyərək biz bazarda başladıq, artıq conversionumuz daha da artmağa və Uber-ın da bazar payı da çox azalırdı. Və ortada onda artıq acquisition gəldi və biz eyni elədiyimiz bu infrastrukturu tətbiq elədik orada. Bəs burada sən hansı texnologiyalardan istifadə edirdin, sırf sən özün? Mən coding baxımından biz həmişə Go-dan istifadə eləmişik Uber-də. Deməli bütün bizim infrastruktur hamısı Go-da işləyirdi. Bir dənə səhv eləmirəmsə bu pinglərin alınması və yola map olunması alqoritmi C-də idi. Go-da C fayllarını run eləyə bilir. Yəni C-də olan funksiyanı siz Go-dan çağıra bilirsiniz. Ona görə də onları sadəcə birini inteqrasiya eləmişdik bir-birinə, orada bir dəyişiklik eləməmişdik. Qalan bütün back-end infrastrukturu hamısı distributed sistem Go-da. Microservice idi. Bəli. Bizdə elə bir ki, bütün o servislər, məsələn, adi ETA servis, hansı ki estimated time of arrival, yəni o hesablayan vaxtı, onun upfront dediyimiz, yəni ilk ekranda gördüyünüz tam ayrı bir servis idi. Ondan sonra taksi gələndə hesablayan tam ayrı bir servis idi. Əvvəlcədən monolitdən başlayırdılar Microsoft, yoxsa microservisdən? Yəqin sən monolitdən idi. Çünki mən qoşulanda artıq bütün infrastruktur monolit idi. Mən qoşuldum ora 2018-ci ildə. 2018-də artıq monolit idi, amma keçirdik artıq, hissəsi keçirdik. Yadımda da hətta upfront-i biz özümüz keçirmişdik hamısını sıfırdan. Bütün infrastruktur Java-da yazılmışdı kənar bir şirkət tərəfindən. Biz götürdük onu təzədən yazdıq. Yaxşı. Belə bir sual. Hər hansı bir şirkət nə zaman monolitdən mikroservisə keçməlidir? Yəni öz sahəmdə nəyə əsasən? Hansı faktorlar? Bəli. Sadəcə mən özümdə, yəni o qərarı vermək üçün məncə bir dənə sual çox vacibdir. Əgər sizin mikroservisə keçirməklə scale qərarınız gələndə siz hər şey olduğu kimi saxlayıb yalnız bir dənə bu servisi scale edə bilməlisinizsə, bu o deməkdir ki, siz mikroservisə keçməlisiniz. Əgər siz götürürsünüz bir dənə servisi 2 yerə parçaladınız, sonra scale-ni götürüb bunun ikisini də böyüdürsünüzsə və ikisi də yuxarı aşağı eyni domenə məxsussa, bunun heç bir məntiqi yoxdur. Yəni əslində microservisə keçirmək yaxşı tərəflərin çox pis tərəfləri də var. Çünki əlavə supportdur, yəni hər tərəfli əlavə böyük resurs tələb edir komandadan. Ona görə baxsınız böyük startapların heç biri demək olar başında microservisdən başlamır. Çünki həqiqətən də vaxt tələb edir və resurs çox tələb edir. Amma yəni bu iki məntiq çox önəmlidir. Yəni bir scalability cəhətdən bu suala cavab verə bilirsiniz. Bir də domain, yəni həqiqətən bu fərqli bir domaindir və buna ayrıca bir engineering komanda responsible olacaq yoxsa. Bəs Almaniyada oxumağa getmisən, doğrudur? Almaniyada hansı universitet idi səndə? Mən Axında, RWA-ya getdim. Orada ingilis dili yoxsa ingilis dili. Amma alman dilindən imtahan verirsən ən sonda. Çünki orada diplom almaq üçün Almaniyada qaydındır. Sən ora gedəndə alman dilini bilirdin? Yox. Alman dilini bilirdim və ingilis dilini bilirsən, hələ də belə yaxşı bilmirəm. İngilis dilini bəs bilirdin? Bəli, əlbəttə IELTS verib gedirsən. IELTS verib gedirsən, okey. Və orada sən dedin ki, çox həzz alırdın oxumaqdan. Çox. Keyfiyyəti çox hiss edirdin, yəni çox fərqli idi. Yəni orada oxumaq
Mənə ən əsas Ödənişsiz. ödənişsizdir, Almaniya təhsili ödənişsizdir. Sadəcə orada məncə ən önəmli məqam odur ki, professor da bizə dedi ki, bizi deyir oxumaq, biz ancaq oxumağı öyrədiriksə, yəni sən necə oxumalısan onu öyrədirik. Əslində bir şeyi oxumaq, yəni məlumat indiki dövrdə hətta sən bütün məlumatı əl çatandır. Yəni hətta MIT-nin, Stanfordun dərslərinin çoxusu artıq publicly YouTube-da var. Yəni girib baxa bilərsən. Amma orada o mental model sözü var da, yəni ki, sənin mental olaraq sənin bir şeyə yanaşman və o yanaşmağı dəyişirlər. Yəni sən artıq research-a açıq olursan, paper oxumaq. Yəni belə baxanda mən universitet oxuduğum vaxtlarda burada bəlkə də mənim səhvimdir, amma çox paper oxumurduq. Yəni araşdırmaları izləmirdik. Amma orada məsələn çox paper oxursan. Ən azından bir research aparanda gedirsən bir 60-a yaxın paper oxuyursan ki, okey, sənin research-ündə kimlərdən referens eləməlisən. Bəlkə kimsə artıq bu məlumatı əldə edib onun statistik əldə elədiyi datanı götürürsən özünə və onun üzərində nəsə davam edirsən araşdırmağa. Bəs sən ora neçə yaşında getmişdin? Mən 23. Bəs ora gedən, orada həm oxuyub, həm işləyirdin yoxsa necə? Yox, mən burada işləyirdim. Burada demək olar remote işləyirdin. Yəni orada yox, mən burada işləyirdim. Simrela şirkətində işləyirdim. Sonradan xaricə gedəndə artıq işdən ayrıldım və demək olar nə yığmışdım sözümdən, maddi olaraq apardım özümdən ora və 2 il sırf ancaq oxumağa fokuslandım. Yəni başqa heç nə. Elə ikinci il elə bitməmiş artıq diplom işimi bitirdim və iş təklifi aldım, köçdüm Berlinə. Sən orada sırf yenə Go texnologiyasına fokuslanmışdın yoxsa? Yox, düzdür, texnologiya belə tam texnologiya amma bir əsas texnologiya olur ki, şirkətə CV atanda deyirsən ki, məsələn mən bu əsas texnologiya üzərində fokuslanmışam. Mənim araşdırmalarım çoxsu, yəni araşdırmanın praktikaya çevrilmiş forması həmişə Java-da oldu. Çünki experience-im Java-da daha çox idi. Təcrübəm daha çox. Simbrella'da Java-da işləyirdin. Yox, orada C#-da işləyirdim, amma ümumiyyətlə o universitet oxuduğum vaxtlarda sırf Java-da işləyirdim. Çünki o vaxtı mənim yaxın işlədiyim bir professor var idi. Onun departamenti demək olar hamı Java-da eləyirdi researchləri. Ona görə məsələn bizim klientlərimiz, yəni ki, bizim biznesləri bizim araşdırmaları istifadə edən bizneslər orada BMW idi, Mercedes idi, çox şirkətlər var idi yəni. Və hətta mənim diplom işim qutarandan sonra şirkət götürür səni onu istifadə edir. Yəni ona görə çox maraqlıdır. Yəni sən birbaşa olaraq elədiyin iş, yəni görürsən 1 ildən sonra artıq production-da olan bir platformada işləyir. Öz universitetlərimiz yadıma düşdü. Bu dediklərindən sonra mən də oxumaq istəyirəm artıq. Yox, çox maraqlıdır. Mən çox məsləhət görürəm. Bizdə deyirlər kollegium vertski. Yəqin ki bilmirəm baş dövlətdə necə olur. Mən memarlıq və inşaat oxumuşam, amma IT üzrə oxumuşam. Yəni dövlətlərə baxırsa, elə fənlər var ki, mənə gəlir orada çox maraqlı idi. Məsələn, mən hər həmişə birinci yadıma düşən bizim qraflar nəzəriyyəsidir. Amma necə də qəribə şeydir əslində. Yəni bizdə də bu universitet təhsil sistemi az da olsa ordakı kimi olsaydı nə qədər yaxşı olardı. Mən xatırlayıram Memarlıq və İnşaat Universitetində bizdə fakültə IT olsa da bizdə Word və Excel-də işləmək ya da nə bilim kiçik Pascal tasklar verdilər ki, adı olsun ki, proqramlaşmada. Amma orada bizə o sən dediyin bu yanaşmaları öyrətsəydilər, bəlkə də oradakı insanların bir çox fərqli yerlərdə olardı. Həmçinin mən də fərqli yerlərdə ola bilərdim deyə düşünürəm. Onu deyirəm ki, oradakı ona görə universitetin əsas orada verdiyi məlumat düzdür. Çox yaxşı professorlar, çox yaxşı dərslər verirlər, amma əsas odur, yəni öyrətməyi öyrənirlər. Yəni sən ondan sonra oradan çıxandan sonra həqiqətən çox oxumaq sənin üçün çox adi bir hal alır. Yəni günün bir hissəsi yalnız oxumaqdır. Yəni yeni məlumat almaq, yeni bir şey öyrənmək və bu elə bir normal hala gəlir ki, artıq sənin gözündə sənə bir abstrakt bir problem veriləndə, indi metadan danışanda məsələn daha belə dərin deyə bilərəm, amma artıq karyeranda böyüdükcə problemlər çox sadə olmur. Yəni deyilmir ki, məsələn bu stəkanın formasını dəyiş. Yəni problem olur ki, misal üçün su içmək üçün bir vasitə yarat. Məsələn bu artıq yaradırsan. Abstrakt olur. Artıq yaradırsan. Və abstraksiya keçəndə artıq işin böyük hissəsi bəzən oxumaq olur. Yəni başqa artıq bu yolu keçmiş və yaxud da bu araşdırmanı artıq eləmiş insanlardan öyrənmək və mənə gəlir ki, bunun üçün də həm həvəsi saxlaya bilməlisən ki, bu həvəs həmişə səndə o deyirə öyrənməyə aclıq hissi həmişə qalsın və o oturub fokus olub onunla məşğul olmaq. Bəs Almaniyadan İngiltərəyə keçdin. Bu keçid Meta şirkətinə görə oldu, çünki oradakı ofisə keçdin, doğrudur? Bəli, təsadüf oldu. Metadan iş təklifi gəldi. O zaman elə Metadan iş təklifi gələndə artıq əslində düşünürdüm, maraqlı idi mənə. Amma sən müraciət etmisən ki, iş təklifi gəlib. Yox, Metada yox. Metaya eləməmişdim. Mən o vaxtı Microsoft eləmişdim. Berlin ofisində. Berlində ofislər var idi. Berlin ofisinə müraciət elədim Microsoftda və onlarla intervyuya başladım. Eyni anda
səhv eləmirəmsə Meta-dan başqa bir şirkət də var idi, artıq yadımda deyil. Bir neçə şirkətdən gəldi, biri də Meta idi. Bilirəm onlarla intervyu elədi. Elə eyni anda çalışdım ki, hamısını eyni vaxtda bitirim intervyuları ki, sonra əgər keçdiklərin arasında artıq negotiate eləyə bilirsən. Deyirsən ki, okey, burada hansı təklif daha yaxşıdır, hansı proyekt mənim daha da karyerama daha uyğundur. Orada elə oldu ki, Microsoftla Meta arasında qaldım və daha maraqlı idi. Həm təklif, həm də əlbəttə ki, İngiltərədə yaşamaq istəyirdim. Çünki Almaniya dil bariyer deməyək, sadəcə olaraq mən özümü daha rahat hiss edirdim. Yəni Almaniya əlbəttə dil öyrənə bilərsən. Hələ ki məndə o qədər yaxşı alınmırdı. Amma orada yaşadığım müddətdə mən eşitdiyim qədərindən, yəni insanlarda elə olur ki, biraz çətinlik olur. Ona görə məcbur müəyyən bir dil bilməlisən. Çox çətinlik deyil. Yəni ki, bəsit dildə bilirsən, yəni məsələn A2, B1 qədər bilirsənsə, yəni kifayət eləyir. Onsuz da o gələn məsələn atən məktubları oxuyursan, o da ki, çox çətindir. Onu zaten yəni tərcümə edib oxuyuruq. Artıq indi daha rahat. İndi qalan da restoranlar da, yəni gündəlik insanlarla ünsiyyətdir, xırda belə tanışlıqdır. Bu şeyləri, yəni o universitetdən aldığım alman dili ilə kifayət eləyirdi. Amma belə deyim ki, yəni belə rahat karyeramda öz dilimdə gedib bir presentation eləmək və yaxud da işlə bağlı bir şey danışmaq çətin idi. Sabir, Meta kimi şirkətlər ən çox nəyə baxır? Təcrübəyə, düşünmə tərzinə, yoxsa problem həll etməyə? İntervyu proses olaraq əslində bunların hamısına baxılır. Yəni belə deyim. Neçə mərhələli olur intervyu? Birinci intervyu olur əslində 3 mərhələdə. Birinci mərhələ HR sizlə əlaqə saxlayır. O sizlə əlaqə saxlayan HR-ın IT fundamental bilikləri var. Yəni siz o sizə verdiyi suallarda o sizin bəzi cavabları bilir. Ona görə o sizə başlayır çox sadə, bəlkə də bizə görə sadə olan suallar verir və müəyyən yoxlayır ki, sən bu CV-də qoyulan leveldə məlumat sizdə kifayət qədər varmı? Ondan sonra o sizi birinci screening stage deyirik. Hardakı 2 dənə Meta mühəndisi olur, onlayn qoşulursunuz və 45 dəqiqə ərzində 2 dənə problem həll etməlisiniz. Orada 45 dəqiqənin təxminən 10 dəqiqəsi siz intro verirsiniz, o sizə axırda sual verməyə vaxt verir. Demək olar 35 dəqiqə. 35 dəqiqə 2 dənə lead kod alqoritm problem verilir və o problemi həll etməlisiniz. Və o problemi həll edəndən sonra əgər ikisi də optimal həll olunubsa, yaxşı həll olunubsa, orada 4 kriteriya üzrə baxılır. Bir problem solving skills, yəni siz problemi necə həll elədiniz, necə yanaşdınız problemə. Yəqin ki, axtarış və s. icazə verilmir. Sadəcə olaraq heç bir şey icazə vermir. Yəni ki, yalnız belə bir şey var. Dildə sintaksi səhv eləmək heç bir problem yoxdur. Və orada dil seçimində yəqin ki, sərbəstdir, yoxsa yox? Dil seçimi ümumiyyətlə onsa şey eləmirsiniz. Yəni compile eləməyə ehtiyac yoxdur. Ehtiyac yoxdur. Yəni siz sadəcə orada bəzən olur ki, misal üçün bizdə əvvəl yadımdadır bizə CoderPad var, bir tooldur. O tool üzərində yazırsınız. Dil seçirsiniz ki, sintaksiz kömək eləsin, amma tam da belə deyil. Yəni sintaksdan bir gözləntimiz yoxdur. Sonra problem solvingdir. Necə kodu yazmısınız odur. Debugdır, yəni verification stage'dir. Yəni siz bunu yazandan sonra çox adam heç baxmır. Elə yazdı, qurtardı, deyir, okey, qurtardım. Amma bəziləri o deyir bir addım dala gedir və bütün problemə bir yerdə baxır ki, okey, məsələn, burada gələn bu input mu fərqli ola bilər, daha böyük mü ola bilər, daha kiçik mi ola bilər və yaxud başqa кейslər mi ola bilər. Bütün onları analiz edir və müzakirə edir ki, məsələn, bu ən optimal üsuldurmu və yaxud bunun başqa bir optimal həlli varmı? Və əlbəttə ki, communication skills, yəni siz necə intervyuda danışırsınız. Çünki burada çox önəmlidir ki, sabah komandada işləyəndə sizin izahınız komandaya aydın olsun. Yəni yanaşmağınız, izahınız, fikrinizi izah eləməyiniz, ona görə o da çox önəmlidir. Və bunları keçəndən sonra gedirsiniz ən axırıncı etapa. Orada artıq sizin təcrübəvinizdən çox şey asılıdır. Misal üçün deyək, əgər mid-level engineer intervyusudursa, orada olacaq eyni bu dediyim etapdan, yəni coding stage 2 tur olacaq. Hərəsində də 2 sual. Bir dənə system design yaxud product architecture intervyusu, bir də behavioral. Yəni komandaya uyğunluğu. Vəzifə böyüdükcə, yəni daha çox high position-a getdikcə onda o şeylər çətinləşir. Yəni sistem dizayn 2 dənə olur və gözləntilər daha da çətinləşir. Onda belə ki, yəni müraciət edəndə vəzifələr yüksəkdirsə, bu dedikləriniz elə bir ki, daha da çətinləşir də bir növ. Bəli, coding tərəfi yox, coding eyni qalır. Amma sistem dizaynda və behavioral etaplarda onlarda gözləntilər tamamilə dəyişir. Yəni çünki mən məsələn mən o sistem dizaynda intervyular edirəm və orada bilirəm, yəni məsələn mən 4 dənə fərqli levelin hərəsinin öz gözləntiləri var. Hal-hazırda orada tech lead kimi işləyirsən də, amma müraciət edəndə yəqin ki, tech lead deyildin, yoxsa? Yox, deyildim. Mən başlayanda normal adi software engineer kimi başladım. Sonra birinci 6 ayımda senior keçdim. Ondan sonra bu tech lead vəzifəsinə promote oldum. Ümumiyyətlə Meta, Uber və digər şirkətlərdə işləmisən də, xarici şirkətlərdə. Bizim Azərbaycandakı şirkətlərdə də işləmisən və müqayisə məncə edə bilərsən. Müqayisə edəndə nəyi
deyirsən ki, məsələn, bu bizim şirkətlərdə bu məsələn mədəniyyət ya da bu şey xoşuma gəlir ya da digərində həmçinin. Bilmirəm, sözün düzü doğrudur müqayisə eləmək. Çünki məsələn mənə elə gəlir ki, bəzən bu şirkətlərin ümumiyyətlə adi şirkətin qurulması belə olduğun yerdən, bazardan çox şey asılıdır. Yəni sənin olduğun bazar böyük olmağı ilə və ora gələn təzyiq və tələb, competition deyirik də ingiliscə, yəni ki, yəni bir şirkət fərqli başqa şirkətlərin də eyni olması və sizlə eyni bazarı paylaşması, yəni bunların gətirdiyi çətinliklə aqressiya və yanaşmalar fərqli ola bilər. Bizdə də, onlarda da. Amma deməz, məsələn, mən özüm son işlədiyim şirkət Simbrella şirkəti idi və bizim şirkətdə təkcə mən deyil, yəni bizdən eyni ildə 6-7 nəfər. Yəni təkcə Metada işləyən. Podkastda çağırdım, hamı oradan gəlir. Birbaşa şeydir, LinkedIn-də Simbrella axtarırsan ki, bizdən o zaman səhv xatırlamıramsa, ən azı 3 nəfəri mən bilirəm ki, mən və 2 nəfəri digəri elə Metadaydıq. Sonra digərləri də çox ayağı düşərlisə gedəsən bir el. Sən qalım hələ ki. Bəli, qəşəng bir suala gəlmişəm. Daha doğrusu mənim özüm də maraqlı oldum. Sən Metada işləmisən, amma WhatsApp encryption-da işləmisən. Doğrudur, WhatsApp encryption səsini. Mən Metada, yəni yalnız WhatsApp üzərində işləmişəm. Meta ümumiyyətlə bu 4 dənə proyektin şeydir də, yəni çətiridir. Həm Instagram, Facebook, WhatsApp, Threads. Mən yalnız WhatsApp-da həmişə işləmişəm 5 ildir. 5 ildir WhatsApp-da işləmirsən. Yəni o bir komandalı təcrübəm olub, amma ki həmişə işləmişəm və WhatsApp-da qalmışam. Çox gözəl təcrübədir məncə. Yəni milyardlar olar artıq istifadə. 3.4 milyard user. 3.4 milyard user. Orada select search edirsiniz, yoxsa select edirsiniz ki? Yox, select search all, enter basan. Necə bir histir? WhatsApp-da sənin o toxunduğun o hər hansı bir kod, sən yəni bu qədər insanın qarşısına çıxır. Hər yazanda çox məsuliyyətli, həyəcanlı, belə qürur duyursan, nə hisslər keçirirsən? Tam səmimi. Proses elə qurmuşuq ki, yəni o çox da narahatçılığın olmur ki, 3 milyard userə gedəcək bu, yəni nəsə çökər eləyər. Amma orada bir sətr məsuliyyəti vardı. Bəli, amma çünki əvvəldən amma bilirsən də ki, yazdığın bir şey, məsələn, alqoritmik olaraq bunu nə qədər düz yazırsan, nə edirsən. Məsələn, ilk öncələrə keçək, mən Metaya qoşulanda distributed engineer kimi qoşulmuşdum. Yəni mənim əslində sahəm Metada engineerin 2 dənə şeyi var. Eyni mütəxəssis, sadəcə 2 dənə fokus areası var. Biri olur software engineer infra. Onlar backend produktları üzərində işləyirlər, infrastruktur üzərində işləyirlər. Digər olur software engineer product. Bu adamlar produkt üzərində işləyirlər. Yəni yaratdıqları, elədikləri iş sonda bir produkta gəlib çıxır. Yəni belə görünən, bir əllə toxunulan, bir tangible bir produkta gəlib çıxır. Mən əvvəl başlamışdım infra kimi. Biz ona görə də bir produkt yaradırdıq. Harda ki WhatsApp hal-hazırda telefonda işləyir, düzdür? Məsələn, mən sizinlə danışıram. Bir də var ki, təsəvvür edin WhatsApp Docker image kimi düşünün onu. Onu deployluyorsunuz AWS-ə, qaldırırsınız 20 dənə instance-a və başqa bizneslər sizin bu infrastruktur vasitəsilə sizə qeydiyyatdan keçir. Eyni WhatsApp-ın funksiyasını istifadə edir. Sadəcə olaraq WhatsApp-la biznes arasında bir API gateway qoyuruq. WhatsApp funksiyonalığını ora çıxarırıq və oradan da bizim Docker, bizim infrastruktur vasitəsilə bizneslər onu istifadə edir. Və bu şəkildə biz bizneslərə imkan veririk ki, artıq biznes fiziki olaraq telefonda yaza bilməz. Çünki 3 milyon, 4 milyon müştərisi var. Ona görə götürür AI botlar yazır. Və yaxud da ki, fərqli servislərə link eləyir və onun servisləri bizim infrastruktur vasitəsilə müştərilərinə çıxa bilir. Birinci iş o idi. Ondan sonra ideya yarandı ki, WhatsApp-da istəyirik ki, biz insanlar başqa device-larda öz akkauntlarını aça bilsin. Yəni sən götürürsən öz telefonunda, browserdə, iPad-də istifadə edə bilərsən. Amma bunu eləyəndə end-to-end encryption eyni levelin qorumalıdır. Qısa end-to-end encryption nə olduğunu desəm, yəni end-to-end encryption budur ki, yəni bir datanı bir yerdən digər yerə köçürəndə bu iki göndərənlə qəbul edən arasında başqa heç kim bu datanı oxuya bilməz. Əslində məntiqi hamı deyə bilər ki, HTTPS-dir onda end-to-end encryption, amma elə deyil. Çünki end-to-end encryption 4 dənə fərqli prinsiplər var. Çox dərinə getmək istəmirəm. Sadəcə o prinsipləri doğruladığın halda o gəlib ora çıxır. Və necə oldu? Bu ideya gələndən sonra biz baxdıq ki, biz bunu eləyə bilmərik. Ya biz bunu, çünki bir insan bir neçə device olsa, bir dənə sənin şifrən olacaq onda. Yəni kodlaşdırma şifrəsi də private key deyək. Və bunu istifadə eləsək, bu çox təhlükəlidir. Məsələn, bir gün kimsə bir device-ı geçsə necəsə, sizin məlumatları başqa device-dan oxusa, yəni iPad-dan oxusa, siz bilməyəcəksiniz. Biz ona görə götürdük, elə elədik ki, bütün bu encryption-ı təzədən yazdıq. Yəni təzədən infrastrukturunu qurduq.
O mənim ilk proyektim idi məsələn Metadakı, WhatsApp-dakı və çox maraqlı proyekt idi. Orada çünki o komanda belə horizontal komanda deyildi. Yəni elə bir komanda yox idi. Sadəcə bir lead tapmışdılar, çox təcrübəli. O getdi bütün komandalardan lazımi təcrübədə olan insanları yığdı, bir dənə qrupa yığdı və o qrupa ancaq fokusu oldu bu encryption'ın multi-device encryption qurulmasında. Məşhur sual var. WhatsApp-ımızı oxuyurlar. Amma nə dostlar. Yəni riyazi olaraq oxuya bilməzlər. Telefonunuz kiminsə telefonunuza access olsa oxuya bilər. Çünki əslində bu əslində dövlət qurumlarından nəzərdə tuturam. Yəni hər hansı bir dövlət. Yəni belə deyək də, sualı bilmirəm sən bunu cavab verə biləcəksən ya yox. Yəni bizim məlumatlarımızı kimsə istəsə oxuya bilər. Yəni dövlət olsun, bir hər hansı bir əlinə keçsə əlbəttə oxuya bilər. Telefonsuz yox. Mən bu dəqiqə yazışıram, salam necəsən? Ya bax burada 2 dənə əsas məntiq çox sadədir. Aha. Ya göndərənin device-ımı deyək, göndərənin telefonu olsun, İkisi də deyilsə, ikisi 2 dənə telefon almışam, yazışıram. Bəli, ikisi də deyilsə, yəni ortada bir quantum kompüter kəşf olunmayıbsa, onda oxuya bilməz. 100%. Bəli, yəni metanın özünün belə heç rahat olun da yəni. Hə. Bunu deyirəm sonra kimsə çıxar, şərhə yazır ki, mənim mesajımı oxuyur. Mənim mesajımı oxuyur. Amma orada sən izah elədin də necə olmalıdır. Meta kimi şirkətlərdə code review prosesi olur, yəqin ki. Olur. İndi bilirsən necədir? Mənim suala cavab vermək də çətindir. Çünki biri var bu günə qədər olan proses. Bir də var indi AI ilə keçdiyimiz transformasiya. AI gəlmə, AI deyəcəm. Ona görə mən sənə deyirəm ki, AI-dən əvvəlki prosesi hələ ki gəl. AI deyə. Yəni sualdır ki, yəni bu review prosesi necə gedir? Hə, bəli, AI-dən əvvəl. Hə, normal hal. Yəni hər bir mühəndis bizdə bütün mühəndislər guildlara bölünür. Yəni sən ola bilər ki, belə deyim, payment komandasındasan. Amma sənin Android-də işləyirsən, Android device-lər üzərində, Android platformasında və sənin guildin Android-dir. Yəni sən on-call olsan Android komandası ilə, sən review-larda olsan, kodunu review edirsən Android komandasının və hətta ola bilər ki, sən payments-də işləyə-işləyə gedirsən hansısa bir başqa bir produktun kod review-sunda iştirak edirsən. Çünki sənin guildin Android-dir. Amma bu şəkildə, yəni ki, üzrüm kod review üçün həmin müəyyən insanlar təyin olunub, yoxsa hər kəs işə o tech debt dediyimiz, məsələn, proses necə bölünür? Sən nəzəvələ resursumuz var, bütün mühəndisləri götürək. Bunun təxminən 50% cavabdeh olur grossa, yəni produktun böyüməyinə, 20% cavabdehdir 1 to 0 deyil, 0 to 1 deyil də pre-product market fit. Yəni hələ ki bazara çıxmağa dəyərini bilmədiyimiz produktdan yazılmasına, qalan 30% tech debtdir. Yəni produktun supportunu improve eləmək, scalability haqqında problemləri əlləşmək, refactoring və bu tipli şeylər. Və bu dediyimiz guildlər əsas fokus olur bu tech debtdə. Əsas fokusları orada. Necə on-call improve eləyək, necə kodu improve eləyək. Və kod review-da onların əslində bir metrikidir, bir meyarıdır. Onlar çalışırlar ki, necə eləyək ki, məsələn, kod review sürətli olsun, hamı kod review eləsin. Və kod review eləmək, rahat olması üçün bizə nələr lazımdır? Bütün bunları yazılır. Orada bizdə məsələn strukturlar var ki, kod review göndərəndə PR açanda, məsələn, description-da adətən necə yazmalısan? Adətən necə qoymalısan, necə kommentlərə yanaşmalısan. Komment yazan üçün şeylər var. Məsələn, əgər bu bloker deyilsə, kommentin qabağında xüsusi label qoyursan ki, okey, bunu yazıram məsləhət kimi, amma bu yəni blok eləmir bunu. Sən bunu götürüb production-a göndərə bilərsən. Və yaxud eləsi var ki, kritikdir, bloklayır və atır user-a deyir ki, okey, sən bunu heç şey eləmə, production-a göndərmə. Bu tipli, yəni ki, culture olaraq da hamıda belə bir adətən kalendarında 1 saatlıq vaxt ayrılır. Hamının kalendarına baxsa adətən qoyurlar ki, kod review üçün. Yəni gününün həmişə ən azı 1 saatını kod review alır. İşləmə prosesi agile-dır yoxsa? Agile-dır, amma yəni tam da şey deyil ki, gündəlik gəlirli stand-uplarımız olur. Yox, məsələn, mən öz komandamla adətən həftədə 2 dəfə görüş keçirirəm. Qalan işlər tıkır-tıkır gedir. Çünki məsələn o çox xoşuma gəlir metada. Hamıda əvvəlcə sistem biraz fərqlidir. Yəni bu KPI dediyimiz, axırda bu performansın analizi var, haradakı insanların performansına görə ölçürlər. Bu sistem tam fərqlidir. İndi bundan ayrıca danışa bilərik, amma yəni ümumiyyətlə biraz belə həm qəliz, həm də ki, hər şeyi sənin üzərinə qoyan bir formatdır və sən artıq bütün hər şeyə responsible-san deyə istər-istəməz sən məndən də çox, sən öz lidindən də çox produktda responsible yanaşırsan. Burada bir şey, mən səninlə kiçik bir işləmə mühitim olmuşdu. Orada sən mənə demişdin ki, sən kiçik tasklar yox da, sən böyük bir feature götürməlisən öz üzərində və sən o feature-ı bir növ sən aparmalısan başdan sona. Bəli, yəni və sən harasa gedəndə deyəcəksən ki, məsələn, mən X şirkətdə X feature-ı
mən etmişəm. Yəni Bəli. mən və mən komandam yoldaşlarım edib. Məsəl orada odur ki, yəni onu sən eləyə, bəlkə də sən yazmayacaqsan. Məsələn, elə iş var ki, sözün düzü mən orada bir səhifə Yoxsa sən deyirsən ki, mən Meta şirkətinin sadəcə deyirsən ki, WhatsApp encryption hissəsində daha çox mən işləmişəm, doğrudur? Yox, məsələn, WhatsApp Payments yaratdıq. Məsələn, bir ideya idi. Məsələn, o mənim infradan WhatsApp Payment var? Bəli. Məsələn, Hindistan, Braziliya, Meksika, İndoneziya, çox ölkə. Hardakı WhatsApp commerce istifadə olunur. Hardakı böyük commerce bazarı var. Yəni aldı-satdı. Nə edir o? Yəni bizneslər deyək nəsə kataloqlar yarada bilirlər WhatsApp Business Suite-də və götürürlər sənə məsələn misal üçün deyək. Geo adında bir şirkət var Hindistanın ən böyük şirkətidir, commerce şirkətidir. Onlara bir produkt yazmışdı. İlk produktlardan biri idi. Hardakı sənə bir mesaj gəlir. Öz telefonunda kontur deyək də, konturun bitdi, telefonda pul qalmayıb nömrədə və balansı var. Pul yükləmək istəyirsənsə, sən balansın düşən kimi avtomatik sənə WhatsApp-da mesaj gəlir. Ki balansı artırmaq üçün sən OK istəyirəm. Götürürsən o mesaja basırsan, experience açılır, fərqli bir window. Orada nömrəvi daxil etsən, enter bassan, ödəniş gəlir. Enter bassan pul getdi. Yəni bu payments infrastrukturda biz çox məncə mənim olduğum işlər içərisində ən gəlizlərdən biri idi. Həm çox belə şaxəli idi, həm qanun tərəfi çox çətin idi. Çünki Hindistan Mərkəzi Bankı ilə işləmək çox ağır prosesdir. O qanuni məsələlər də sizə aid olur ki, bu prosesdə? Əlbəttə, məsələn, proyekti lider edirsən və proyektlə gəlirsən bir şeylərlə, məsələn, bu XFN dediyimizdə external adamla danışırsan, legal'la danışırsan, privacy, policy, security və onda legal bizə dedi ki, uşaqlarda Mərkəzi Bankasında data localization təklif şeyi var, qanunu var. Yəni ödənişlə bağlı heç bir məlumat Hindistanın kənarına çıxa bilməz. Bizim də Hindistan data centerimiz yoxdur. Biz onu eləyə bilmərik. Biz götürdük bir dənə infrastruktur yazdıq, middleware, hardakı bütün transaksiyalar gələndə, elə bil bizdə harda sənə transaksiya lazım olur. Ya transaksiya haqqında məlumat oxuyanda, ya bir subscription varsa onu uzatmağa qərar verəndə, ya da ki ödəniş eləyəndə bunu bir gateway-ə qaldırdıq. Onu da qoşduq, AWS-lə danışdıq, bir neçə rack rezerv elədik orada və AWS-ə bağladıq. Elə bir növü bir kanal yaratdıq Meta ilə AWS arasında və Hindistan bazarından gələn commerce ilə bağlı proseslərin, yəni shoppingin hamısını yönləndirdik Metadakı AWS-dəki infrastruktura. Köşü. Yəni ona görə çox qəlis idi. Yəni əslində onun reliability-sinə cavabdeh olmaq, oradakı məlumatları məsələn onu da eləyəndən sonra oradan metrikləri almaq da özü başqa qanun yerlərdir və belə bu formada həlləmişdik. Qəşəng. Bir dənə də sualım var ki, bizdə bir mesaj göndərilir WhatsApp-da. Salam, necəsən? Yəni nə baş verir arxada? Yəni o necə deyirlər? Bir kiçik heç sən bilməyən bir IT adamına izah etsən bunu, nə baş verir arxada? Nə qədər dərinə gedim, gəlin üzdən başlayım. Üzdən başlayaq. Necə olur? Siz salam necəsən yazanda, siz mesajı göndərmək istəyəndə əvvəlcədən sizin telefon göndərəcəyiniz adamın bütün mövcud device-larından, yəni telefonu, iPad-inin şifrəsini götürür. Onlar elə bil hər bir mesaj üçün ayrıca bir şifrə olur. O şifrə götürülür. Sonra həmin mesaj bütün telefonlar üçün ayrı-ayrı şifrələnir. Necə şifrələnir? Şifrələyəndə də orada bidirectional, one directional funksiyadır. Yəni parametrləri funksiyaya veririk. Funksiya bunları hamısı şifrələyir, bir dənə data alır. Bu datanı dala qaytarıb bu 3 dənə parametr oxumaq mümkün deyil. Hətta siz bu 2 parametri bilsiniz, birini belə tapa bilməyəcəksiniz. Ona görə bunu tapırıq. Sonra bu bütün device-lar üçün şifrələdik. Bunları hamısını götürürük, kompaktlaşdırırıq bir dənə mesaja. O mesajı göndəririk WhatsApp serverə. WhatsApp serverin birinci layerinə, hansı ki ona precondition deyilir. Orada ümumiyyətlə yoxlanılır. Bir integrity üzərindən keçirilir. Ondan sonra gedir bu WhatsApp serverin offline infrastrukturuna. Əgər sənin hansısa bir device-larından biri offline-dırsa, bu encryption olunmuş bağlı blok açılır. İçindəki bu şifrələnmiş mesajlar ya göndərilir, ya da ki həmin offline queue-ya qoyulur. Sonra sənin o device-ın aktivləşəndə WhatsApp server deyir ki, "Okay, mən aktivəm. Mənə gələn bir mesaj var idimi?" Deyir, "Var." Götürür oradan sənə göndərir. Sonra mesajlar hamısı gəlir sənin telefonuna. Sənin telefonun götürür mesajı eyni qayda ilə həmin göndərən adamın public key ilə, public key deməyim, orada one time keylərdir də. One time key ilə onu decrypt eləyir. Sonra mesajı oxuyur və salır sənin öz lokal database-ə və onu eləyəndən sonra digər device-dən xəbəri yoxdursa, orada xüsusi sync prosesi baş verir. Yəni o bir device-lara deyir ki, mən belə bir mesaj aldım. Belə, yəni sadə dildə desək, çox əslində çətin prosesi sadə dildə izah etdiyiniz üçün çox sağ ol.
Sənə xüsusi bir suallardan da gəlib izləyicilərimiz tərəfindən Telegramın source kodlarından nə qədər istifadə etmisiniz? Ya baxmısınız, istifadə etmisiniz? Bunun nə dərəcə real olduğunu bilmirəm, çünki WhatsApp daha öncə yaranıb. Yəni onu necə Telegramdan source kodu Sadəcə sual indi bilmirəm. Yox, yəni mən bilmədiyim öyrəm tədqiq edirəm. Yox, siz niyə bu öz verdiyim sualları rahat deyirəm ki, davam edir. Amma ki mən öz tərəfimdən deyə bilərəm. Məsələn, mən Telegramı istifadə eləmirəm, amma Telegramı mənə həmişə maraqlıdır ki, məsələn, mən payment proyektindən sonra biz digər bir proyektə keçdik. Harda ki bu mini apps var. Çində də eyni WhatsApp kimi produkt var da. Və çox məşhurdur. Və onların mini apps deyilən bir marketplace var. Harda ki WhatsApp-ın içində elə bil ki yeni bir app çıxır. Məsələn, WhatsApp-ın içində Uber-i aktivləşdirib taksi çağıra bilərsən. Elə bir experience yarada bilərsən. Bu WeChat-dir, bu içində var, amma biz də bunu istədik özümüz tətbiq eləyək. Məsələn, orada onu eləmək istəyəndə elə bir oxşar təcrübə, deyəsən Telegram iframe-lər üzərində eləyirdi, WebView üzərində, appın içində və yaxşı experience deyildi. Mən orada ona baxmışdım ki, çünki onun arxitekturasını qurmaq lazım idi ki, necə bu işləyə bilər ki, telefonda native hiss olunsun. Onda mən o Telegramı test eləmişdim ki, baxım ki, nə qədər adamı irritate eləyə bilər. Yəni məni nə qədər qıcıqlandıra bilər yoxsa yox. Onu test eləmək üçün. Belə amma yox, məncə bizə, çünki bizim elədiyimiz bütün produktlar adətən birinci bizdə olub. Yəni məsələn, payment-də biz yazanda o vaxt Telegramda yox idi. Və Telegramla məncə WhatsApp-ın bir dənə oxşarlığı var ki, ikisi də onsuz da Signal protokol istifadə eləyir. Sadəcə olaraq bilirəm, bunu çox adam bəlkə də əksini düşünür. Amma tam əminliklə deyə bilərəm ki, WhatsApp-ın encryption layeri Telegramdan daha yüksəkdir. Və bunu sübut eləmək də çox rahatdır. Yəni çox detala girib uzatmaq istəmirəm məsələni, amma ki, yəni bu haqqda əslində araşdırsınız, çünki founderlərin danışığı fərqlidir, amma araşdırsınız görərsiniz ki, riyazi olaraq da WhatsApp-ın encryption layeri daha yuxarıdır. Mənim WhatsApp-da xoşlamadığım bir dənə funksiya var. Onu düzəltsən çox yaxşı olar. Hansı ki Instagramda falan da görürəm bununla bağlı Reels, mesaj silinir. Amma orada yazılır ki, mesaj silindi. Bunun nə mənası olduğunu bilmirəm. Yəni mən sonradan həmin adam mənə yazır ki, nəsə yazmışdın, sildin. Amma Telegramda elə ki, silirsən ümumiyyətən yoxdur da. Bu niyə görə belə? Bizdə belə bir şey var. Yəni bu privacy policy ilə bağlıdır. Çox çalışıram ki, izah eləməyə başlayım. Bax, core messaging-də, core product messaging-də bir policy var. Policy ondan ibarətdir, gələn mesaj, göndərən mesaj gedən telefona çatmalıdır. Aha. Bu core product expectation-dır və bunu sən Avropada deyə bir product launch eləyəndə, Avropanın sənə qoyduğu çoxlu regulationlar var da, GDPR var, EPD var. Məsələn, EPD-nin temalarına belə ki, məsələn də filan dataları istifadə eləmə və bizə bir policy göstərgələn ki, sənin produktun, core produktu nədir? O desin qardaş, mesaj göndərməkdir. Yəni buradan göndərdin, bura çatdı. İndi bura gəlib çatan mesajı əlbəttə ki, o çox asandır. Mən oradan heç göstərməyə də bilərəm də. Amma yəni əgər ki, amma ki o transparency-ni pozur da. Yəni mən səni ilə WhatsApp olaraq, mən müştəri ilə artıq transparent deyiləm. Təmiz deyiləm. Bəli, clean deyil. Çünki sənə mesaj gəlib. Mən bunu səndən gizli düzdür silib. Amma faktiki olaraq mən bu mesaj bu networkdən keçib bu sənin telefonuna gəlib düşüb. Mən bunu səndən gizlətmək istəmirəm. Ola bilər ki, nə vaxtsa EU deyə bilər ki, okey, məsələn bu policylərdə biz biraz yumuşaya bilərik və yaxud bunları dəyişmək eləyə bilərik, amma biz bunları ki qoyanda çalışırıq ki, bunları da heç kim tərpətməsin. Hətta produkt yaradanda belə bu əslində bizə çox çətinlik verir. Yəni əslində sözün düzü mənə oradan onu silmək daha rahatdır və daha da yaxşı olardı. Amma bir dənə onun orada olmağı belə mənə çox çətinlik verir. Suallarımdan biri də odur ki, süni intellekt vasitəsilə WhatsApp mesajlaşmada, ümumiyyətlə WhatsApp sistemində zərərli məzmunların aşkarlanmasında istifadə edirsiniz süni intellekt hal-hazırda. Bu zərərli WhatsApp-ın zərərli belə deyək də məzmunlar ki var. Bu hansı ki bəlkə mən yazmaq istəyirəm WhatsApp-da hər hansı bomba edəcəm və ya və s. Süni intellektdən bunun üçün istifadə edirsiniz yoxsa etməyi fikirləşirsiniz? Şəxsi yazışmalar heç kim toxunmur. Şəxsi yazışmalarımız ümumiyyətlə məncə heç və gələcəkdə də buna belə deyək də biznesdə bu var. Biznes tərəfdə biznesin produktu bayaq dediyim o infrastrukturda gələn mesajları əvvəldən çünki o göndərəcək template-ləri yaratmalıdır və onlar xüsusi yoxlanışdan keçib bizim integrity komandasından belə o deyir checkmark alandan sonra ki, okey bunu göndərə bilərsə, onu göndərə bilər. Adi mesajları həmişə göndərə bilər. Amma bir tip mesajlar var ki, məsələn biznes sənə istədiyi vaxt mesaj göndərə bilməz. Sən ancaq ona birinci yazmalısan ki, ona deyirik ki, context window. Yəni o window açılmalıdır.
mesajlaşma windowsu. Çünki o elə olsa bütün bizneslər dayanmadan adamlara yazarlar. Təsəvvür elə, telefonun ancaq biznes mesajları olar. İstəyər də biznesə nə var ki, əgər bilsə ki, pulsuz kanalda göndərəcək də mesajlar. Onun bir dənə mesaj tipi var, hansı ki marketinq mesaj deyirik ona. Ancaq o halda o sənə sənin icazən olmadan marketinq mesaj göndərə bilər bir dənə. Amma o da əvvəldən yoxlanışdan keçməlidir. Dəqiq bilməlidir ki, burada heç bir qanun pozuntusu yoxdur, bir hörmətsizlik yoxdur. Ona görə bunlar hamısı yoxlanılır, göndərilir. Amma gələcəyinə deyə bilmərəm necə olar olmaz. Amma əminəm ki, on-device AI modellərə çox yaxınıq. Yəni çox yaxınıq. O süni intellekt suallarından verəcəm. Sadəcə bir dənə belə deyək də şəxsi sual vermək istəyirəm. Şəxsi suallardan biri odur ki, sən mən bildiyim qədərindən bir çox böyük şirkətlərdə advisor kimi çalışırsan, yəni məsləhətçi kimi çalışırsan, öz bilik və bacarıqlarını belə deyək də yardımcı olmağa çalışırsan. Əlavə olaraq bu Meta, əlavə olaraq indi adını deməsək də öz startupında var bildiyim qədərilə. Deyə də bilərsən təbii ki. Öz startupında var. Yəni bu qədər hələ şəxsi həyatında var. İndi bildiklərim budur. Bilmədiklərim də nə qədər var. Bu qədər yoğun bir kalendarda nə edirsən, nə vaxt yatırsan, nə vaxt durursan, necə istirahət edirsən? Yox, iş çoxdur. Yəni belə baxanda aeroportdan podkasta gəlib. Bu sual sənə yaxın biri tərəfindən verilib bu arada. Bilirsən yəqin şimdi. Sözün düzü mən də bilmirəm. Bəlkə də özümə çox maraqlıdır. Amma çətin olmağına razıyam. Sən gəl səhəri bir dənə təsəvvür elə. Səhər oyandın. Bilmirəm saat neçədə oyanırsan. Bakı vaxtı ilə deyilir. Yalaq o. Adətən təxminən 6-7 arası oyanıram. Məcbursan yoxsa özün əvvəldəndən yəni? Yox, günün planı budur. Yəni ki, mən belə daha rahat olur. 6-7 oyandın sonra. Mənə gəlir ki, mən ən əziyyət və məncə ən düz eləmədiyim az yatmaqdır. Yəni bu heç kimə məsləhət yatırsan axşam. Adətən yatmaq maksimum 6 saat olur. 5 yəni 12-də yatırsan, yoxsa yəni çünki 6-7-də oyanırsansa 6 saat. Yəni onun da maksimum yəni 6 saat. Yəni ən yaxşı halda 12 ola bilər. Yəni ona görə belə yəni gün planı elə keçir. Yəni səhər oyanıb adətən yəni bu bütün kalendarda məndə həmişə əvvəldən hazır. Yəni bütün günün kalendarı nə danışacağam. Ona görə bəzən mənə o görüş gələndə onu eyni həftəyə salmaq çox çətin olur. Gələ axtarım tapım ki, hardadır. Məsələn, bəzən mən də daily stand-uplara da baxsan, sən bildiyin, məsələn, onun vaxtları biraz mənə görə uyğunlaşdırılıb deyə, biraz belə eybəcər vaxta salınıb. Eybəcər deyil. Mən də deyirəm. Biraz pis vaxta salınıb. İnşallah daha da düzəldə bilərik. Sadəcə olaraq çox çətin, yəni həmin o vaxt aralıqlarını eləmək. Mənə gəlir ki, ən çox yaxşı kitablar var bunun haqqında. Yəni bunun haqqında ümumiyyətlə araşdırmalar var. Özünü maksimal produktiv eləmək. Kitablardan. Hərənin özünə görə əslində oxunuqlar. Sadəcə məsələn mənə uyğun olan tərəf nədir? Maksimal fokusumu artıra bilmək. Yəni bir şeyə məşğul oluramsa, necə edeyim ki, maksimal olaraq onun içində olam. Necə edirsən? Onun üçün də çox yaxşı şeylər var. Birinci olaraq telefonumuzu masadan uzaqlaşdırın. Yəni telefon ümumiyyətlə masada olmasın. Çünki demirəm, yəni lazımsız şeylər ola bilər, eləmir adamlar, amma ora gələn bir mesaj belə, yəni alqoritmlə deyim də, biz görürük ki, ümumiyyətlə telefonu deaktiv olan bir adama mesaj göndərəndə böyük əksəriyyəti platformaya convert olur. Yəni məsələn Instagramda bir notification açsam, böyük ehtimalla sən Instagram açacaqsan. Yəni bu əslində yaxşı bir indikatordur ki, bizə səni sosial şəbəkədə saxlamağa. Və yaxud da sən açıb bir Reels-a baxanda ondan sonra gələn reelsləri o qədər dəqiqliklə sənə uyğunlaşdıra bilirik ki, sən artıq ondan sonra qalırsan orada bir neçə müddət. Və bu swipe xəstəliyi deyirlər ki, bir ötürürsən, baxırsan. Maksimal ondan uzaqlaşmaq istəyərdim. Yəni mənə gəlir ki, o vaxt alan şeylər. Uzaqlaşmaq istəyirdim. Səndə də bu problemlər yaranır. Mən daha çox mən ümumiyyətlə çox az istifadə edirəm. Amma ki, misal üçün də xəbərlər Twitter'i çox xoşlayıram. Məsələn, Twitterdə oxumaq izlədiyim bir neçə insanlar var. Məsələn, onların yazılarını oxumağı çox xoşlayıram. Amma orada belə artıq bir müddətdən sonra görürsən, yox, biraz oxudun, 5-6 dənə oxuyandan sonra yenə də daha da maraqlı mövzuları sənə rekomend edir. Halbuki bu 4 gün əvvəl yazılıb. Ona görə ki, özü bir müddətdə saxlaya bilməlisən. Bəs kalendarı doldurursan? Bəli, hə. Mən hər 6 bazar, həftə sonu yemək, istirahət. Adətən yarım saat həmişə o yeməyə ayrılır. Çünki belə deyirsən, özümə psixiatr fikirləşirəm ki, mən niyə belə eləmirəm? Yəni öz-özümü başladan içində öz-özümü sorğulayıram ki, çox belə bu nə yaşayışdır da? Amma yox, məsələn, belə mənə gəlir ki, mənim ən çox istirahətə 6 bazar da yoxdur belə baxanda.
Amma yox, deməzdim yaxşı Yorulursan bir şeydir. bəs? Hə, çox yoruluram. Yəni artıq belə deyək də, bu tərəfdən düşünürsən ki, mən bunu necəsə qaydasına salmalıyam, yorulub. Hə, misal üçün də məsələn startapda co-founderlarım çox yaxşıdır. Yəni ki, yəni o xoşbəxtçilik ki, o co-founder tapırsan hansı ki, sənin elə bil sənin bir həmişə yanındadır, bir iş götürür və mən co-founderlardan biri də mənim qardaşımdır və belə uşaqlıqdan bir yerdə proqramlaşdırma ilə eləmişik deyə və o ilə bir yerdə işləmək həqiqətən mənə zövq verir. Yəni bilirəm ki, istənilən halda o işin üstündədir, 100% fokusdur və o da bilir ki, istənilən halda mən onun üstündəyəm və 100% fokusdur. Yəni o bir-birimizə demək olar həm inam çox böyükdür və bir-birimizə cavab verirsiniz, bir-birinizi başa düşürsüz də. Ona görə də mənə gəlir ki, o tərəfdə heç vaxt axsama olmur. Yəni bir planımız da bəllidir. Bilirik ki, o nə vaxt nə edəcək, mən nə vaxt nə edəcəm, ona görə çatdırma rahatdır. Advisor olduğum şeydə həmişə o kalendar həmişə hazırdır. Yəni o kalendarın qırağına mən heç vaxt çıxmıram. Yəni çünki çıxmaq da mümkün deyil bir növ. Və hamısına bilirəm ki, nəyə nə qədər vaxt ayıracağam. Və məncə sənin bildiyin o case-də də məncə ən az vaxt ayırdığım da hələ eləsi var ki, daha çox vaxt ayırmaq tələb eləyir. Metanı o dediyim o 9-6 aralığında, bəzən 9-6 olmur, 9-3 ola bilər, 9-4 ola bilər. Amma məgər orada kifayət qədər çox talantlı həmkarlarım var və düşünürəm bəlkə onlarla da işləmək mənə daha zövq verir. Amma bütün bu əziyyətə baxsaq, məncə hamısının özəyi sadəcə olaraq maraqdan çıxır. Yəni özümü çox yaxşı hiss edirəm. Məsələn, mən yorulmuram sözün düzü. O şeydən dedikcə özümdə hiss edirəm ki, doğrudan məncə çox yorucudur. Amma işləyəndə onu hiss eləmirəm. Yəni bir növ işini həqiqətən də sevirsən. Hə, dəhşət. Çünki mən deyirəm, uşaqlıqda məktəb vaxtından mən bunu belə istəmişəm və o qədər maraqlı gəlir ki mənə. Misal üçün də hətta mənə ən çox xoşuma gələn şey olur ki, məsələn bir ara olsa belə hansısa bir founderlə görüşüm. Kimsə məsələn hansısa bir founderdir ki, bir produkt üzərində işləyir. Məsələn, mən onu dinləmək çox maraqlıdır və saatlarla oturub onunla söhbət eləmək istəyirəm. Onun yanaşması, vizyonu, bu gördüyü fərqli problemi necə istəyir həll eləsin və ümumiyyətlə nə əldə etmək istəyir. Səni artıq məncə bir il olar tanıyıram, yoxsa 9 ay falan. Biz sənə ilk görüşdük məncə fevralda. Fevralda. Bir il olmayıb, amma bir il az qalıb. Fevralda bir dəfə görüşdük, sonra apreldə görüşdük. Apreldə görüşdük. İndi görüşürük. Aynen öyle. Sonra çağırdım prosesi. Və səndə xoşladığın bir şey nə var? İnsani keyfiyyətlərin həqiqətən çox yaxşıdır və bu gün yəqin ki, çox adam sənə deyir və bunu harda hiss edirsən? İlk görüşdə belə sən həqiqətən daha çox dinləmə pozisiyasında olursan və bunu zaten dilə gətirirsən ki, uşaqlar mən dinləyirəm, yəni sadəcə və dinləyəndən sonra müəyyən təkliflərini irəli sürürsən. Bu məncə sənin həyatında da belə sadəcə təklif edirsən. Məsələn deyirsən ki, məsələn bu olsa, bəs sən nə fikirləşirsən bu barədə? Amma bəzən mən digər insanlarla işləyəndə müəyyən bir pozisiyada qısa danışırıq. Sən Meta belə də bir çox developerın xəyalıdır, yaxşı bir şirkətdə orada işləmək, yaxşı bir təcrübə olar və sən digər insanların o dediyin o dinləmək, fikrini almaq, bu necə baxır, bu səndə çox yaxşı var, yəni çox gözəl dinləyirsən. Mən onu yəni o yaramayıb. Mən onu həqiqətən öyrənmişəm. Metada bir leadim var, təzə qoşulmuşdum. Payments-i mənə vermişdilər produktunu. O da necə oldu? Payments ideyası gələndə eləyəcək potensial bir lead var idi. Yəni vəsfəcə məndən yüksək. Sadəcə o atalıq müraciətinə çıxdı. Sonra məni tək irəli sürdülər ki, okey, komandaya rəhbərliyi götürsün Sabir. Mən onu götürəndə orada bir çox təcrübəli və belə yaşlı və təcrübəli bir mütəxəssis var idi. Ondan xahiş elədim çünki o vaxtında payment infrastrukturu qrupu ki, mənə mentorluq eləsin, yəni öyrənmək istəyirəm və mentorluq çevrildi bir növ daha belə produktdan kənara çıxdıq və daha belə fərqli mövzulara başladıq öyrənməyə. Yəni buna sən necə yanaşsan elə. Məsələn, onun yaxşı verdiyi bir məqam var idi. Deyirdi ki, iki məncə indiyə qədər mənlə gələn öyrəndiyim. Birinci o idi ki, bu dediyim məqamla bağlı. Yəni insanlar olur ya introvert, ya ekstrovert. Hamı eyni cür feedback-i qəbul edə bilmir. Yəni insanlara məsələn fərqli leadership formatları var və bunun çox tətbiq olunanları da var. Adam var ki, confidentdir və inanır öz ideyasına, ancaq öz ideyasını yeridir. Adam var ki, yalnız dinləyir və heç öz ideyasını yerimir və çox savadlı adamları çağırır yanına, ancaq onların dediyi ilə idarə olunur. Adam var ki, bunu hibridləşdirməyə çalışır. Amma çox önəmli bir şey var ki, nəzərə almalısan ki, oturduğun, söhbət elədiyin bu 10 nəfər əgər komandada varsa, bunların fərqli-fərqli tip insanlardır. Və əgər sən deyəndə ki, uşaqlar, bunu belə eləməliyik,
artıq ola bilər ki, başqa birində bir yaxşı ideya var. O ideyanı hətta dinləmək belə şansını itirirsən. O çox pis bir şeydir. Bir an onu düşündüm ha. Bəlkə də həmin o ideya həmin biznesə çox böyük bir maraq qatar. Biznes bir tərəfdir. İkinci tərəfi biznesdən də çox önəmli insan faktorudur. Sən o insanın bəlkə də gələcəkdə o andan motivasiya əldə eləyəcək. Çünki o ideyasını şeir elədi. Ona bir excitement gələcək, yəni bir uğur hissi gələcək. Və bununla bağlı o gələcəkdə bir neçə potensial daha yaxşı ola biləcək ideyalar deyə bilərdi. Və sən onu artıq söndürürsən və onun gələcəkdə bir də belə bir feedbacklə gəlməyinin qabağını alsan. Ona görə çox önəmlidir ki, komandada işləyəndə hər bir insanla tək-tək işləyib hamının maksimal ideyanı unlock eləmək. Yəni sənin 100%-in nədir ki, mən onu səndə aça bilim də. Ona görə insanla onu açmağı bacarmaq lazımdır. Məsələn, mən ona həmişə onu deyirdi ki, işləyəcəksən, çünki bizə 3 dənə komanda ilə işləyirdim. Yəni hərəsində də bir 8-9 adam var idi. Hamısı tam fərqli ölkələr, fərqli adətlər, fərqli yanaşmalar. Sadəcə sən əgər orada dinləyib və hamı ilə düzgün işləyə bilməsən, orada belə bir formata gəlib çıxacaq da, ya produkt sən tərəfindən idarə olunur, ya produkt bir xaos tərəfdən idarə olunur. Yəni xaosla necə idarə olunur? Kütlə nə istəyirsə o idarə edir və bunu da istəmirik baş versin. Bizə lazımdır ki, ən ağıllı ideyanı tapıb çıxaraq. Onun üçün də bunun hibridi önəmlidir tapmaq. Və ikinci dedikdə bir çox yaxşı bir şey var. Mənə gəl proqramistlər, ümumiyyətlə bütün IT-də işləyənlər üçün bu önəmlidir. O deyirdi ki, həmişə bir şey ki softwaredirsə, yəni produktçu, o həm yəni ki proqramdırsa, bunu istənilən halda həll etmək mümkündür. Yəni elə bir şey yoxdur ki, deyəsən ki, bunu eləmək mümkün olmayacaq da. İstənilən formada bir cür tapasan yolda. Amma həmişə engineerin ilk addımı olmalıdır ki, o deyir dala keçib produkta baxmaq. Yəni indi AI-la o daha da önəmli olacaq. Yəni sənin bir fokusun yalnız produkt olmalıdır. Hətta mütəxəssissən belə produkt olmalıdır. Yəni mən bu produktu yazıram, bu produkt kimə nə dəyər qatacaq? Mən buna niyə, mən bunu necə ölçə bilərəm? Yəni bir şeyə produktla yanaşı ona cavablar tez rahat çıxır. Məsələn bizə deyirdilər ki, məsələn qanuni bir şey var idi ki, məsələn hər yerdə insandan consent çıxmalıdır. Yəni bir window çıxmalıdır, adam orada hə deməlidir, öz təklifini irəli sürməlidir. Bəs baxırdan ki, produkt cəhətdən ola bilər qanuni olaraq bu doğrudur, amma produkt cəhətdən bu məntiqli deyil. Çünki bir insana sən desən ki, mənə bu datanı ver, heç kim sənə o datanı verməyəcək. Ya bu datanı onda istifadə eləmədən başqa bir formatda tapa bilərikmi alqoritm kimi səndən hansı korrelasiyası olsun və bu correlation vasitəsilə sən öz alqoritmini davam edib yaza bilərsən. Yəni buna görə, yəni o çox önəmlidir ki, hər bir mütəxəssis özündə əvvəlcə produktda yanaşmanı düzəltsin. Ondan sonra software düzələn bir şeydir. Yəni software problem deyil. Bu qədər. Yəni mənə gəlir ki, ona görə də o insanın yanaşmaları da qayıtsaq. Əgər alınırsa, çox xoşdur bunu eşitmək. Və düşünürəm ki də ümumiyyətlə elə burdan insanın yanaşmaları dedin. Soft skills sənin üçün nə qədər önəmlidir? Məsələn, sən işə götürmə prosesində bir adam çox yaxşı ola bilər, amma indi illərin təcrübəsi var. Sən indi nə qədər də olsa hamımız müəyyən bir etapda həmin o insanın soft skillini az da olsa sezə bilirik ki, necə o. Sən bunu analiz edirsən, yoxsa məsələn intervyuya daxil oldu bir insan. Sən bunun soft skillini necə bax bilirsən ki, bu yaxşıdır, bu bizim komanda üçün uyğundur, deyil və s. Bunlara necə baxırsan? Həmçinin metoda da bunu edirsən də. Yəni yox, metoda mən behavioral eləmirəm. İntervyuları eləmirəm. Amma digər şirkətlərdə edirəm, amma soft skills əslində birbaşa olaraq şirkətin culture ilə əlaqəli bir şeydir. Yəni belə deyim, ola bilər sənin soft skills-in bizə uyğun deyil, amma o demək deyil ki, başqa şirkətə də uyğun olmayacaq da. Ola bilər, çünki həmişə bir şeyi 0-1 görəndə hər şey çox asanlaşır. Amma hər şeydə 0-1 görəndə ortada çox faktor itirirsən. Ona görə də hər şeyə 0-1 yanaşmaq, məsələn, mənə o uyğun gəlmir. Ona görə bir şey deyəndə, məsələn, indi yəqin ki, o sual verən də təxmin eləyəcək. Mənə həmişə çox önəmlidir ki, gəldiyim komandanın işləmə mentalitet necədir? Yəni insanlara, o da insanlardan, yəni insandan marağı nədir və bu bizə uyğundur yoxsa dəyişə bilərikmi? Bəlkə müzakirə dəyişək və o yaranandan sonra ki, biz belə işləyirik, bizim dəyərlərimiz budur, bizə maraqlı budur. O maraqlar çərçivəsində artıq intervyuda sən o skills-i aça bilirsən. Artıq elə suallar verə bilirsən ki, bu adamdan o inputları alasan, biləsən ki, bu sənə uyğundur yoxsa yox. Amma düşünmürəm ki də belə bir dənə yol var ki, bu bir dənə yolla sən ancaq soft skills-i yüksək adamlara çağırasan. O ən azından mənim yanaşmama uyğun deyil. Bəs bu AI dedik, AI nə qədər artıq meta AI-yə ümumiyyətlə necə yanaşır, nə qədər istifadə edir və sənin fikrincə növbəti 5 ildə AI developerların işinə necə təsir edəcək? Ümumiyyətlə bu AI haqqında fikirlərim bizim üçün çox maraqlıdır. Biz hal-hazırda mənim
proyektlərindən biri də bu AI for Productivity gedir. Yəni çalışaq ki, WhatsApp-da necə eləyək ki, insanlar maksimal produktiv olsun. Bunun fərqli cür belə deyək də çətinlikləri də var, amma bir dənə şey tam aydındır. Əgər software development cycle-a baxsan, yəni ideyadan launch elədiyinə qədər gedən bu müddət. Bu müddəti biz hələ mütəxəssisi götürürük və onu produktiv eləməyə başlayırıq. Biz bunu produktiv eləməyə başladıq və gördük ki, həqiqətən də yaxşıdır. Məsələn, insanlar daha tez onboard olur, daha sürətli kod yazır, PR-ların sayı daha da artdı və ilk dəfə biz gördük ki, bizim testdə kostumuz artdı. Yəni o qədər insanlar unit test yazmağa başladı ki, testi run eləməkdən ümumiyyətlə bütün infrastrukturun resurs kostu qalxdı. Başladıqca artıq bəzi testləri azaltmağa hansı ki hiss edirik kimsə lazım deyil də. Və ümumiyyətlə bu artanda sonra baxırıq ki, indi mütəxəssislər çox produktivdir. Bəs bu mütəxəssislər bu qədər produktiv mütəxəssisin varsa deyə 3x 3 dəfə produktivdir. İndi bizdə 2 yol qalır. Çünki biz ideya axı stabil gəlir. Ya biz bu ideyanı 3 dəfə artırmalıyıq, ya ingineer 3 dəfə azaltmalıyıq. Düzdür? Bu ingineer 3 dəfə heç kim azaltmaq istəmir çünki talantlı, çox əziyyətlə tapırsan. Amma çox yaxşı olar ki, biz tapaq ki, ideyaların sayını artırıq. Ona görə artıq biz bir məqama gəlməyə başladıq ki, anlayırıq ki, bizim bu yanaşma, bu big tech-lərdə olan yanaşma struktur olaraq, org structure olaraq belə işləmir. Yəni bizə lazımdır ki, ideya çox sürətli prototipə çevrilə bilsin. Bazarda test olunsun. Və sonra bu əgər testdən keçirsə çox sürətli şəkildə production-a gedə bilsin. Və bu sürətli eləmək üçün də çoxlu fərqli agentlər yazırıq. Yəni bu qısa tema budur, yanaşması budur və bu təkcə burada qalmır. Bundan sonra keçirik orqun strukturuna. Əgər biz indiyə qədər deyək hierarchical deyirlər də, yəni belə tree şəklində yanaşırsa orqa, bunu dəyişməliyik yoxsa yox? Məsələn, ona görə bizdə bir neçə fərqli yanaşmalar var. O yanaşmalar üzərinə keçəcəyik ki, biz necə eləyək ki, artıq böyük komandalar 20 nəfərlik komanda əvəzinə 5 nəfərlik pod olsun. Və artıq mühəndis əvəzinə builder olsun məsələn. Misal üçün də, əgər mühəndis bugün yalnız kod yazırsa, yaxşı olmazdımı ki, mühəndisin design skillslərini inkişaf elətdirsəydik? Əslində və yaxud da dizaynı kod skillsləri əlavə eləsəydik və yaxud da PM-ə necəsə daha sürətli prototip qurmağı şərait yaratsaydık və bunu unlock eləməyə çalışırıq. Və mənə gəlir ki, ən belə mənim narahat deməyim də gözləmədiyim artıq gözlədiyim bir şey oldu ki, bir neçə ilə startapların ən çox belə üstünlüyü nədir Big Tech-dən? Çox sürətlidirlər, düzdür? Execution çox sürətlidir. Yəni götürürlər ideyanı, sürət şəkildə yazdılar, bazara qoydular, test etdilər və bazardan feedback-dən öyrənirlər. Big Tech bunu eləyə bilmir. Yəni bir produktun, sadə produktun deyirəm elə, ən yaxşı halda bazara girib çıxacaq 6 ayda hələ test mərhələsində, ondan sonra nə vaxtda gəlib launch olacaq bəllidir. Aslında öyrənmək. Bəlkə öyrənəcəksən ki, bazarda feedback yaxşı deyil, təzədən bunu deprioritize eləyəcəksən. Amma təsəvvür elə ki, Big Tech-lər də bu infrastruktur dəyişikliyi ilə, agentic flow-ların inteqrasiyası ilə çox sürətli prototip yaza bilirlər. Və artıq bu birbaşa olaraq bazarda startaplara böyük bir rəqib çıxmaq deməkdir. Yəni sən artıq ideya pool var, hansı ki bu ideyaların çoxluğu mənə elə gəlir ki, artıq dedayda böyük bu ideyalar çoxluğuna gedirik AI vasitəsilə. Amma bunu Big Tech-lər də anlayır. Və onlar da bilir ki, böyük ehtimalla hal-hazırda gələcəkdə olacaq o next böyük unicornlar bu gün hazırlanır. Ona görə də onlar bu produktları bu gün tapmağa çalışırlar. Ona görə mən o tərəfdə çətinlik görürəm ki, mənə görə məsələn bundan sonraki mərhələ yalnız execution-dur. Yəni ideyanın demək olar önəmi yoxdur. Mənə gəlir ki, artıq ideyanın heç bir önəmi yoxdur. Nə oturub məsələn ofislərdə managementlə müzakirə etməyin heç bir önəmi yoxdur. Oturub bağlı ofislərdə bir-birimizlə məsələ danışıb hansısa bir qərar verib produkt haqqında marketdən uzaq məncə artıq çox mənasızdır. Yəni sadəcə olaraq prototip qurmaq, execute eləmək, bazara çıxmaq, bazardan öyrənmək və bu iterasiyanı maksimal sürətlə eləmək. Çünki məsələn Vice-nin yaxşı reportu var idi. Gələn startapların 70% pivot eləyib AI-da gələn. Yəni bu inanılmaz bir rəqəmdir. Yəni sənə startap qururlar. Startapı qururlar, investisiyalar eləyirlər, sonra pivot eləyib dəyişirlər. Bu o deməkdir ki, bunlar ya öyrənirlər ki, bu masada value yoxdur, ya da ki, başqa value daha böyük nəticə ola biləcək bir sektor tapıblar. Ona görə bu hal-hazırda məncə, yəni bunu özümə deyəndə özümü belə bir sirkələmiş oluram. Belə bir ayılmağa gəlirəm ki,
Yəni ona görə sən ki, yorulursan yoxsa yox, dayanmağa vaxt yoxdur. İndi hal-hazırda elə bir dövr keçirik ki, sırf execution vaxtıdır. Hə, həqiqətən dayanmadan execution. Ona görə inşallah vaxt azdır. Həqiqətən məncə çox yaxşı şansdır ki, bu bir neçə ilə yalnız ona fokuslanmaq. İstəyirəm ki, bu podkast bitməsin, amma yavaş-yavaş sonlara doğru yaxınlaşır, amma artıq 2 podkastdır yoxladığımız bir hissə var ki, sürətli suallar. Onları sənə də verməliyəm. Başlayaq. Nə qədər sürətli? Sadəcə iki cavabdan birini deyirsə və bu formada keçəcəyik. Başlayaq istəyirsənsə. Aha. Hazırsınız izləyicilər? Apple yoxsa Android? Apple. Telegram yoxsa WhatsApp? WhatsApp. Backend yoxsa frontend? Backend ya. Yay. Backend. Yaşasın backend. Linux yoxsa macOS? macOS deyirəm. Mac. Dark mode yoxsa light mode? Coding üçün dark mode, product üçün light mode. App'a baxsam biləcəm. Kod yazmaq. Səhər tezdən yoxsa gecə yarısı? Gecə. Hamı da elədir. Kofe yoxsa çay? Kofe. Amma onun əslində fərqlidir məndə. Azərbaycanda çay, böyük ehtimal xaricdə kofe. Çünki xaricdə çay axı belə kod şey verirlər. Sallama çaydır, o dadı vermir. Spotify yoxsa YouTube Music? YouTube Music. Maraqlıdır. Elon Musk yoxsa Mark Zuckerberg? Hansıdır? Cavabı verən mənə şey gəldi, mail gəlir ki, qutarda. Elon Musk. Netflix yoxsa YouTube? YouTube. Qısa kod yoxsa oxunaqlı kod? Oxunaqlı kod. Evdən işləmək yoxsa ofisdə kollektiv mühit? Ofis, mütləq ofis. Allah sağ ol. Sabir, son bir belə səndən məsləhətlər alaq. Gənclərə, bu günləri yeni başlayanlara ya da çox vaxt mənim gördüyüm odur ki, müəyyən bir etapda Azərbaycanda işləyən gənclərimiz dayanır ki, biz daha nə edək? Çünki bazarımız o qədər də böyük deyil. Sən ümumiyyətlə nə məsləhət görə bilərsən? Necə özlərini inkişaf elətdirsən? Nə etsinlər? Lazımdır universitet oxusunlar, lazımdır nə etsinlər? Yəni mən artıq universitetə şey kimi baxmıram. Yəni oxumaq, universitetə getməliyəm. Yox. Yəni oxumaq hər yerdə oxuya bilərsən. Artıq hər şey əlçatandır. Yəni gedib universitet bir bina kimi bax da, getdin ora çox savadlı mütəxəssislər var, öyrənirsən. O mütəxəssislər artıq onlaynda da mövcuddur. Yəni ehtiyac yoxdur ümumən universitetə getməyə, amma oxumaq mütləqdir. Yəni məncə gün ərzində həmişə o kalendarımızda bir yer ayrılmalıdır ki, daim oxumaq. Məsələn, məndə həmişə bir list olur, podkastların və kitabların listi, audio kitablar. Əgər qatara minirəmsə qulaq asıram, maşın sürürəmsə podkast qoyuram. Bilmirəm, inşallah safe bir şeydir, amma yəni o məncə öyrənmək üçün çox əhəmilidir. Və indi hal-hazırda məsləhət vermək kimi demək istəmirəm, amma yanaşma kimi məncə düşünərdim ki, əgər gedib xaricdə təcrübə əldə edə bilərlərsə, məncə o özü belə ölkəyə böyük bir çox yaxşı geri dönüş edəcək. Çünki orada gəlib təcrübə alıb, sonra orada bildiklərinizi gəlib burada kömək edib, burada contribute edib, hətta böyük ehtimalla hansısa bir vaxt köçüb bu ölkədə yaşayacaqsınız da öz ölkənizdə. Ona görə də məncə o təcrübələri bura gətirdikcə burada da çox böyük köməyimiz ola bilər. Ona görə yəni belə deyim də, xaricə getmək, öyrənmək, əslində öyrənmək kimi çox yaxşı üsuldur. Əgər ki, məsəl üçün 3 milyardlıq bir app də olan təcrübəni öyrənmək çox maraqlıdır. Çünki orada heç adamın ağlına gəlməyəcək problemlərlə qarşılaşırsan. Yəni imkanları varsa xarici şirkətlərdə işləməyə, xarici bir belə deyək, ölkə xaricində olan təcrübələr əldə etməyə. Təcrübə etmək yaxşıdır. Və o təcrübə əldə edəndən sonra əvvəl də ola bilər, problemdir, amma məncə təcrübə mütləqdir. Mütləq startaplara yönəlməli önəmlidir. Və indiki zamanda məncə buna fərqli layerlərdə baxsaq ümumiyyətlə hal-hazırda industriyaya, mən özümüzdən gedib təzədən bir yeni LLM model qurmaq və yaxud da hansısa böyük bir yeni bir research eləməyi gözləmirəm. Çünki bizdə o mental olaraq yoxdur. Yəni biz universitetlərdə də o yoxdur. Ona görə də onu gözləmək belə haqsızlıq olardı tələbələrdən. Amma AI üzərində produktlar yaratmaq, amma qlobal düşünüb produkt yaratmaq, daxili bazarı düşünməklə yox. Yəni bütün qlobal düşünüb ona vertical AI products deyirik də. Yəni LLM üzərində fərqli bir istiqamətlərdə müəyyən agentic flow-lar yaratmaq məncə çox mükəmməl başlanğıc olardı indi və mütləq məncə əgər mütəxəssis kimi, software engineer kimi talantınız varsa, bu işi görürsünüzsə, bunu bu gün artıq başlayıb eləməlisiniz. Məncə çox önəmlidir. Çox sağ ol, Sabir.
Çox sağ ol. Dəvətimi qəbul edib gəldiyinə görə, təyyarədən təzə düşmüsən, emisən və podkastda gəldin. Çox dəyərlidir bu etdiyin fikirlərin və gənclərə, bizim yerli mütəxəssislərə tövsiyələrin çox dəyərli idi. Ümumiyyətlə bu podkast istəmirəm bitsin, amma müəyyən bir vaxtımız var. Gəldiyin üçün çox sağ ol bir daha. Siz də bizim Meta şirkətindən olan Sabir Əlizadə ilə podkastımızı dinlədikdən sonra şərh yazmağı, kimləri daha qlobalda kimləri qonaq görmək istəyirsiniz, onlara şərhlər yaza bilərsiniz. Bəyənin, abunə olun, biz də ruhlanaq, mütəxəssislərimizi çağıraq. Mən də faydalanım, siz də faydalanın. Sabir bəylə mən kofedə içib söhbət edə bilərdim, amma mən istəyirəm ki, bu danışıqları siz də dinləyəsiniz və siz də burdan nəsə götürəsiniz. Hələlik özünüzə müğayət olun. Sağ ol. Sağ olun.